Özünüzü təqdim eləyin. Mən Həsən Əfsan Əloğlu, Yevlax rayonu Kövərkəndində qeydiyyatdayam. Xətai rayonu İnzes qəsəbəsində kirədə qalırdım. İndi də kirədə qalmıram. Uşağımla bağlı çıxdım, getdim rayona. 2024-ün oktyabrın 22-si Ağşəhər Zəfər Parkında işləyirdim. 2024-ün oktyabrın 30-unda qoluma xəsarət alınıb, təzminatının yarısı ödənib, yarısı ödənməyib. 2025-in keçən ayın aprelin ayının 11-də Sərdar müəllimdən Aqil Əşrəfov məni dəvət elədi. Məndən kart istədi ki, qalan o 1050 manat təzminatını ödənəcək. İndi də bax, dünən axşam da mənə Aqil Əşrəfov zəng elədi ki, gəl sabah Xətai rayonu prokurorluğuna. Sənin o yerdə qalan 1050 manat təzminatını ödənsin. İndi də bax, məni salıb öz otağına, məni təqdirlir. Deyir, ged əlin hərə qəlbində şikayətini bildir ona. Cənab Prezident, Cənab Ali Başkomanda İlham Əliyev, buradan sizə müraciətimi bildirirəm. Cənab Nazir Vilayət Əvəz, buradan sizə şikayətimi bildirirəm. Cənab Kamran Əliyev, baş prokuror, buradan sizə şikayətimi bildirirəm. Mən gözü xəstə uşağıma baxıram. Mən bax, qolum, iş qabiliyyətimi itirmişəm. Hələ də günü bu günədən işləyə bilmirəm. Aqil Əşrəfov deyir, ged əlin hərə qəlbində şikayətini bildir ora. Müdürüm Samir müəllim deyir ki, mən sənin təzminatını hamısını Aqil Əşrəfova vermişəm. Aqil Əşrəfov mənə o sənətə qol çəkdirib, bu sənətə qol çəkdirib, mənim yerdə qalan təzminatımı ödəmir. 1050 manat qalıb, bax, məni get gələ salıb. Mən bu günlərim, dünənlərim qonşudan borc pul almışam. İndi mən rayona qayıdıb getməyə mənim imkanım yoxdur. Aqil Əşrəfov deyir, ged əlin hərə qəlbində şikayətini bildir ora. Cənab Ali Başkomanda, buradan sizə şikayətimi bildirəm. Mənə bir dəstək olasın, mənə köməklik eləsin. Cənab Nazir Vilayət Əvəz, buradan şikayətimi sizə bildirəm. Cənab Kamran Əliyev, baş prokuror, buradan sizə şikayətimi bildirəm. Mən özüm yetim uşağam, mən iş qabiliyyətimi itirmişəm, işləyə bilmirəm. Mənə bir dəstək olun, mənə köməklik eləyin. Aqil Əşrəfov mənə deyir ki, get əlin hərə qəlbində şikayətini bildir, mənə təqdirləyir. Neçə ildir bu vəziyyətdəsiz? 2024-ün oktyabrın ayın 30-dan bax, günü bir günəcən mən Nəyə görə belə olmuşdu vəziyyətiniz? İş yerində, mənə bax, Yıxılmısınız? yox, yuxarıdan qoluma dəmir düşdü. Mən sənətlə məni götürüb. Hər gün işə qol çəkdirmişəm, işdən çıxanlara qol. Mənim müqaviləsi işlədim. Hansı şirkətdə işləyirsiniz? Zəfər Parkı, Ağşəhər Zəfər Parkı. Neçə il orada işlədiniz? Elə bir 2022-nin 2024-ün oktyabrın ayının 22-si işə girmişəm. 2024-ün oktyabrın 30-u qoluma bax belə xəsarət oldu. Müdürüm Samir müəllim dedi ki, heç yerə şikayətini bildirmə. Sənin 3 ay, 4 ay qolun sağlanacaq, təzminatını ödəyəcəm. Aparıb Aqil Əşrəfova, Xətai rayon prokurorunun Aqil Əşrəfova mənim təzminatımı ora verib. Deyir, get Aqil Əşrəfov bilərsən. Aqil Əşrəfovdan mənə o sənətə, bu sənətə qol çəkdirib, mənim yerdə qalan 1050 manatımı vermir. Müdürüm deyir ki, mən sənin 1050 manatını, qalan yerdə 1050 manatını da hamısını Aqil Əşrəfova vermişəm. Nə Xətai rayon prokuroruna Sərdar müəllim baxır, nə Aqil Əşrəfov baxır. Məndən kartda istədilər keçən ayın aprel ayın 2025-in aprel ayın 11-də. Dedi ki, narahat olma. 12-si sənin kartına pul verəcək, o yerdən qalan təzminatı. Və indi də dünən məni zəng girib çağırtdırıb Aqil Əşrəfov. Mənə bildirdi ki, gəl sənin o yerdə qalan 1050 manatını ödəyəcəm, veriləcək. İndi də məni salıb öz otağına, məni təqdirləyir, məni danlayır. Cənab Ali Başkomanda, buradan sizə şikayətimi bildirəm, mənə bir köməkliğiniz etsin. Cənab Kamran Əliyev, baş prokuror, buradan sizə şikayətimi bildirəm. Bu Xətai rayon prokurorluğunda işə baxılmır. Nə Sərdar müəllim baxır prokuror, nə də Aqil Əşrəfov. Deyirlər, ged əlin hərə qəlbində şikayətini bildir ora.